2023-cü ilin mayın 10-da Azərbaycan xalqının ümumilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Milli qürur və iftixar mənbəyimiz olan, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən Heydər Əliyev dövlətçilik salnaməmizdə silinməz izlər qoyub. Xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət, daim idmana və idmançılara böyük qayğı göstərib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizə birinci rəhbərliyi dövründə olduğu kimi idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətindən birinə çevrildi və bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın müstəqilliyinin ilk dövrlərində Azərbaycan yaşadığı siyasi ideoloji böhran nəticəsində sözsüz ki, bütün sahələrdə olduğu kimi idman sahəsi də idman sahəsinə də təsirsiz ötüşməmişdi, həmin o böhran vəziyyəti və həmin dövrdə əlbəttə ki, bizim ulu öndərimizin hakimiyyətə gəlişi 93-cü ildə bütün sahələrdə olduğu kimi idman sahəsində də inkişafa, tərəqqiyə gətirib çıxartdı və onun idmana göstərdiyi qayğı, diqqət nəticəsində Azərbaycan idmanı həm beynəlxalq aləmdə, həm də ki, nüfuz sahibi oldu, sözsüz Olimpiya Hərəkatının üzvü oldu və böyük dəyişikliklərə imza atıldı. Azərbaycan Atletika Federasiyası Heydər Əliyev ili çərçivəsində bir sıra tədbirlər təşkil edib, keçirilən yarışları məhz Ulu Öndərin 100 illiyinə həsr edib. Atletika, idmanın kraliçası, idmanın ən kütləvi, ən baxımlı və ən qədim tarixə malik növlərindən biri üzrə ilk yarışlar eramızdan əvvəl 776-cı ildə qədim Yunanistanda təşkil olunan Olimpiya oyunlarına təsadüf edir. Müasir atletikanın tarixinin isə 19-cu əsrdə Avropadan, bilavasitə Böyük Britaniyadan başlanması ehtimal edilir. Ölkəmizdə isə atletika 100 illik tarixə malikdir. Azərbaycanda ilk yüngül atletika birliyi 1923-cü ildə təşəkkül tapıb. Azərbaycanda atletika hələ 1918-ci illərdə Azərbaycan Demokratik Respublikası zamanı fərdi şəkildə olub. 1923-cü ildən artıq bizim atletikada birlik yaranıb. Artıq 25, 26, 27-ci illərdə yarışlar keçirtməyə başladılar. Ən öncə həvəskar yarışlar, sonra isə artıq yavaş-yavaş peşəkar yarışlar keçirilməyə başladı. Bizim ilk qələbələrimiz, ilk rekordlarımız Vətən müharibəsindən sonra başladı. Azərbaycanda o vaxtlar 3 dünya rekordu qoyuldu. Bunlardan biri İsay Mixayloviç Popkov idman yerişində, Ziba Ələsgərova estafetdə, artıq SSR yığma komandasının tərkibində və Stanislav Ninaşov isə çəkiz atmada dünya rekordları qoydular. Bizdə ilk SSR çempionu Mityanin oldu, ilk SSR çempionu olub. Galina Ganiker 1950-ci ildə artıq Avropa çempionatının bürünc medalını qazandı. Bu dövrdə dəfələrlə Azərbaycan çempionu və rekordçusu olmuş Əfqan Səfərovun məşqçilik fəaliyyəti xüsusilə qeyd olunmalıdır. 1937-ci ildən Dinamo cəmiyyətində məşqçilik fəaliyyətinə başlayan Səfərov, Böyük Vətən müharibəsində iştirak etdikdən sonra işini davam etdirib və 50-dən çox idman ustası hazırlayıb. SSR-nin əməkdar məşqçisi Əfqan Səfərovun yetirmələri sırasında Xandadaş Mədətov, Aleksandr Kornelyuk, Stanislav Ninaşev, Ziba Ələsgərova və digər yüksək nailiyyətlər əldə etmiş idmançılar yer alır. O, 1947-ci ildən 1975-ci ilədək SSR yığma komandasının məşqçisi kimi işləyir. Planetin ən mötəbər idman forumu Olimpiya oyunlarında Azərbaycan idmançıları 1952-ci ildən çıxış etməyə başlayırlar. SSR idmançıları ilk dəfə Helsinkidə təşkil olunan 15-ci yay Olimpiya oyunlarında iştirak hüququ əldə edirlər. Bu sırada Azərbaycan atleti Xandadaş Mədətov da var idi. Əfqan Səfərovun voleybol yarışında gördükdən sonra atletikaya dəvət etdiyi Mədətov, Olimpiyadaya kimi 2 dəfə uzunluğa tullanma üzrə SSR çempionatının bürünc medalını, 1950-ci ildə isə qızıl medalını qazanmışdı. 2 il sonra isə 7 metr 50 santimetr göstərici ilə SSR rekordunu yeniləmişdi. Atletlərimizin ilk Olimpiya medalı isə 4 il sonra Avstraliyada əldə olunur. Melbourne'da təşkil olunan oyunlar Yuri Konovalov üçün uğurlu alınır. SSR çempionatında 100 və 200 metr məsafələrə qaçışda çempion olmuş Konovalov,
4 vur 100 metrlik estafet yarışında Olimpiya oyunlarının gümüş medalına sahib çıxır. 4 il sonra Romada təşkil olunan Olimpiyadada Yuri Konovalov eyni növdə analoji uğuru təkrarlayır. İdmançımız həmçinin 1958-ci ildə Stokholmda keçirilən Avropa çempionatının estafet yarışlarının bürünc mükafatçısı olub. Həmin dövrün ən parlaq simalarından biri də adı Azərbaycan idman tarixinə qızıl hərflərlə yazılan Ziba Ələsgərovadır. Onun peşəkar idmançı kimi formalaşmasında da Əfqan Səfərovun mühüm rolu olub. Respublika və ittifaq yarışlarında əldə etdiyi çoxsaylı uğurlardan sonra SSR yığmasına cəlb olunan Ələsgərova 1963-cü ildə Moskvada 4 vur 200 metr məsafəyə estafet yarışında dünya rekordu müəyyənləşdirib. 1964-cü ildə Kiyevdə keçirilən SSR çempionatında 4 vur 100 metrlik estafet yarışında çempionluq, 4 vur 200 metrlik estafetdə isə gümüş medal sevinci yaşayır. Александр Корнелюк, серебряный призер Олимпиады, повторил на 100-метровке мировое достижение 10,3 секунды. 1972-ci il Münhen Olimpiyadası. Yuri Konovalovdan sonra digər Azərbaycan atleti Aleksandr Kornelyuk uğurlu çıxışı ilə yaddaşlarda qalır. Bu dəfə də nailiyyət estafet yarışında əldə olunur. Kornelyuk 4 vur 100 metrlik estafetdə Silov, Laveçki və Barzovla birlikdə Olimpiyadanın gümüş medallarını qazanır. Aleksandr Kornelyuk həmçinin Avropa qış çempionatlarının gümüş və bürünc mükafatçısı olub. ...1992-ci ildə Kanadanın Toronto şəhərində Beynəlxalq Həvəskar Atletika Federasiyasının İcra Komitəsinin iclası keçirildi. Bu iclasda Azərbaycan Atletika Federasiyası həmin quruma üzv qəbul edildi. Həmin ildə Azərbaycan Atletika Federasiyası Asiya Həvəskar Atletika Assosiasiyasında üzv oldu və 7 il ərzində idmançılarımız Asiya çempionatlarında iştirak ediblər. 1999-cu ildə İspaniyanın Sevilla şəhərində Beynəlxalq Həvəskar Atletika Federasiyasının konqresi keçirilmişdi və bu konqresdə Azərbaycan Atletika Federasiyası Avropa Atletika Assosiasiyasının üzvünə qəbul edilmişdi. 1993-cü ildə Azərbaycan Atletika Federasiyası müstəqil orqan kimi öz fəaliyyətinə başlamışdı və federasiyanın ilk prezidenti cənab Səməd Salixov seçilmişdi. Daha sonra federasiyaya rəhbərlik Elxan Ağayev etdi. 1996-cı ildə Çingiz Hüseynzadə federasiya prezidenti kimi fəaliyyətə başlayır. Həmçinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi məsul postu tutan Çingiz Hüseynzadə 2023-cü ilədək uzun bir dövrdə federasiyaya rəhbərlik edir və atletikanın inkişafına öz töhfəsini verir. 1993-cü ildə Azərbaycan idmançıları müstəqil Azərbaycanı beynəlxalq arenada təmsil etməyə başladı və ilk uğurumuz və medalımız Elvira Cabarovdan gəldi. Elvira 60 metrə məsafəyə qaçışda 7:63 saniyə göstərərək qızıl medal və Azərbaycanın yeni rekordunu vurdu. Həmin ildə bizim idmançılarımız Asiya çempionatında iştirak etmişdilər və Aleksey Fatyanov 3 təkanla tullamada ən yüksək nəticə göstərərək ölkəmiz üçün qızıl medal qazanmışdı. 2 il sonra həmin yarışda Aleksey Fatyanov 3 təkanla tullamada Azərbaycan üçün gümüş medalın sahibi oldu. İlk dəfə Azərbaycan idmançıları ölkəmizi yay olimpiya oyunlarında 1996-cı ildə təmsil etməyə başladılar. Bu yay olimpiya oyunları Atlanta şəhərində keçirilmişdi. Komandanın tərkibində yüngül atletlər də var idi. Elvira Cabarova, Arif Axundov, Aleksey Fatyanov və Vasif Asadov. 2000-ci il Sidney olimpiya oyunlarında ölkəmizi 4 idmançı təmsil etmişdi. Afina yay olimpiya oyunlarında 5 idmançımız iştirak etmişdi. 2005-2008-ci illər dövründə Azərbaycan atletikasında nəsil dəyişmə prosesi gedirdi. Bu dövrdə Ramil Quliyevin nəticələrində xüsusi artım müşahidə olunur
bu idmançının beynəlxalq yarışlarda iştirakına daha çox imkan yaradılır. Ramil Quliyev 2007-ci ildə Ostrava şəhərində yeniyetmələr arasında dünya çempionatında ikinci yeri tutur, Belqradda Avropa yeniyetmələrinin 9-cu festivalında 100 və 200 metr məsafəyə qaçışda çempion olur. 2009-cu ildə Novi Sadda gənclər arasında Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanır. 100 metrdə isə gümüş medala sahib çıxır. Ramil Pekin Olimpiya oyunlarının və Berlində keçirilən dünya çempionatının iştirakçısı olur. Quliyevin uğurları qardaş ölkə Türkiyəni təmsil etdiyi dövrdə də davam edir. O, 2017-ci ildə Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçışda 20,9 saniyə göstərici ilə qızıl medal qazanır. Tarixin ən sürətli insanı Usain Bolt'un taxtına oturan Ramil, qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edir. Azərbaycan prezidenti İlham Əliyev dünya çempionu Ramil Quliyevə təbrik məktubu ünvanlayır və ona yeni nailiyyətlər arzulayır. Bir il sonra Berlində Avropa çempionluğunun da sevincini yaşayan Quliyev həmçinin bu yarışda 2 dəfə gümüş medal əldə edib. 2016-cı ildə Rio de Janeiro'da keçirilən Olimpiya oyunlarında ölkəmizi 4 atlet təmsil edir. Bu sırada Nazim Babayev də var idi. Nazim buna kimi 3 təkanla tullanma üzrə yeniyetmələrin Olimpiya festivalı və 20 yaşadək idmançıların Avropa çempionatının qalibi olmuş, yeniyetmələrin yay Olimpiya oyunlarının bürünc medalını qazanmışdı. Nazim 2017-ci ildə Polşada 23 yaşadək atletlər arasında Avropa çempionatı, Universiada və İslam həmrəyliyi oyunlarının qalibi olur. Babayev 2019-cu ilin martında Glasgow'da təşkil olunan qış Avropa çempionatında isə tarixi uğura imza atır. Atletimiz 17 metr 29 santimetr nəticə ilə qızıl medal qazanır. Belə bir arzu var idi ki, yəni bütün bu Avropa çempionatlarının medalını yəni öz kolleksiyama əlavə edeyim və təsnifat mərhələsində hiss elədim ki, yəni mən bunu bacara bilərəm və ilk cəhdimdən belə deyim, təsnifat mərhələsini lider kimi başa vurdum və finala vəsiqə qazanmışdım. 16 metr 89 santimetr nəticə göstərmişdim və final günü gəlib çatdı. Artıq həmən günü yuxudan oyandığımda özümü çox yaxşı hiss edirdim və təsnifat mərhələsində göstərdiyim həmən uğurlu nəticə mənim özümə güvənməyimdə belə deyim, daha da özümü əmin etmişdi. 4-cü cəhdimdə 17 metr 29 santimetr nəticə göstərdim və artıq liderliyə yüksəldim və belə deyim, ondan sonra yəni rəqiblərim cəhd göstərsələr, yəni məni keçə bilmədilər və Avropa çempionu oldum. Yəni ikinci yeri tutan idmançı Nelson Avora idi. Portuqaliyadan o 2008-ci il Olimpiya çempiyonudur və artıq yarışdan sonra onunla söhbət etdiyimdə yəni dedim ki, yəni vaxt var idi, yəni mən balaca uşaq idim. Sən Olimpiya çempionu oldun, mən baxırdım və indi əslində sənin üzərində qələbə qazanmaq mənim üçün çox böyük bir belə deyim şərəfdir. Nüfuzlu beynəlxalq yarışlardakı nəticələrimizə nəzər saldıqda, çəki-çatma yarışlarında 2015-ci ildə Universiadanın çempionu, növbəti il Amsterdamda Avropa çempionatının bürünc mükafatçısı, Bakı və Konyada İslam həmrəyliyi oyunlarının qalibi olmuş Anna Skidan xüsusilə qeyd olunmalıdır. Anna Skidan Nazim Babayevlə bərabər Tokyoda keçirilən yay Olimpiya oyunlarının da iştirakçısı olub. O həmçinin bu il Budapeştdə keçirilən dünya çempionatında Paris Olimpiyadasına lisenziyanı təmin etdi. Anna Macarıstan paytaxtında medala çox yaxın olsa da, yekunda 4-cü yeri tutaraq tarixi uğurun bir addımlığında dayandı.
il aprel ayının 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirildi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının prezidenti seçildi. Hazırda ölkəmizdə respublika və beynəlxalq miqyaslı atletika yarışları uğurla təşkil olunur. İdmançılarımızın mötəbər yarışlara hazırlığı üçün yüksək şərait yaradılır. Eyni zamanda yeni istedadların kəşf olunması və atletikanın kütləviliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır. İstedadlı uşaqların müəyyən edilməsi layihəsi. Bizim ekspert qrupumuz regionları gezir və orada istedadlı uşaqların axtarışı ilə məşğul olur. Hakimlər üçün, məşqçilər üçün hər il kurslar keçirilir və biz çox şadıq ki, Azərbaycan Atletika Federasiyasının məşqçiləri bölgələrdə öz fəaliyyətini başlayıblar və hal-hazırda 10 regionda onlar öz fəaliyyətini davam etdirirlər. Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi nəticəsində idmanda dönüş nöqtəsi baş verdi və deyərdim ki, idmanın strateji inkişaf siyasətinin belə deyək bir əsası qoyuldu və yeni bir mərhələyə qədəm qoydu. Yeni idman infrastrukturunun formalaşması, yaradılması, idmanda kütləviliyin artırılması və sair bu istiqamətdə çox böyük işlər görüldü. Cənab prezidentin idmana qayğı və diqqətinin nəticəsində eyni zamanda birinci bizim vitse-prezidentimiz Mehriban xanım Əliyevanın idmana qayğı və diqqətinin nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqeyi beynəlxalq aləmdə möhkəmləndi və Azərbaycana olan etimad nəticəsində göstərilən etimad nəticəsində Azərbaycan dünyanın ən aparıcı idman yarışlarına, beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə başladı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin dövlət başçısı 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən cənab İlham Əliyev tərəfindən uğurlu davamı nəticəsində Azərbaycan dünya miqyasında əsl idman ölkəsinə çevrilib. Daim xalqımızın fiziki mənəvi sağlamlığına çalışan, Böyük Zəfər salnaməsinin memarı, Müzəffər Ali Baş Komandanın diqqəti nəticəsində bütün ölkəni əhatə edən müasir idman infrastrukturu yaradılıb. Azərbaycan ən mötəbər idman yarışlarına ev sahibliyi edir. İdmançılarımız Olimpiya oyunları, dünya və Avropa çempionatlarında xalqımızı qələbələrlə sevindirir. Və bizim gələcək planlarımız ondan ibarətdir ki, Aleksandr Kornelyuk, Yuri Konovalov, Ramil Quliyev, Nazim Babayev kimi idmançıları gələcəkdə tapaq, yetişdirək ki, onlar bizim ölkəmizi beynəlxalq arenada uğurla təmsil etsinlər. Bugün Azərbaycan atletikasının 100 illiyinin tamamında əminliklə demək olar ki, üfüqdə yeni uğurlar və qələbələr görünür.